Noyabrın 8-i. Biz bu günü təkcə qələbə kimi yox, həm də davamlılığın, dirçəlişin və sağalmanın günü kimi xatırlayırıq. Biz çox vaxt ordunun gücünü silahların sayı, texnikanın yeniliyi ilə ölçürük. Amma güc təkcə bundan ibarət deyil. Əsl güc əskərin sağlamlığındadır. Onun yaralanandan sonra yaşamaq şansında, döyüşə qayıtma qabiliyyətində, müharibədən sonraki psixoloji davamlılığındadır. Dünyada buna hərbi səhiyyə sistemi deyilir. Nədir bu hərbi səhiyyə sistemi? Gəlin izah edeyim. Deməli, bu ordunun şəxsi heyətinin fiziki və psixoloji sağlamlığını qorumaq üçün qurulmuş tibbi infrastruktur, xidmətlər və siyasətlər toplusudur. Deməli, bura daxildir hospital və klinikalar, çevik tibbi briqadalar, döyüş meydanındakı sahə hospitalları, döyüşdən sonra reabilitasiya və psixoloji dəstək mərkəzləri, hərbi travmatologiya və yanıq mərkəzləri və s. Dünyada bütün güclü dövlətlər ordunun sağlamlığına ciddi şəkildə investisiya eləyirlər. Bunlardan ən böyüyü Amerikadır. Dünyada ən böyük hərbi səhiyyə sisteminə malik olan ölkədir. Deməli, 9,6 milyon insanı əhatə eləyir. Şəxsi heyəti, veteranları, əskərləri, onların ailəsini və 2025-ci il üçün büdcəsi 61 milyard dollardan çoxdur. Məşhur Walter Reed mərkəzi dünyada travma və protez texnologiyalarında liderdir. İsraildə də əskərlərin tibbi xidmət üçün və ya da psixoloji xidmət üçün ayrılan xüsusi proqramları var. Mental Resilience Units gedir adı və yarım milyondan çox əskəri, şəxsi heyəti, veteranları və s. belə əhatə eləyir. Büdcəsi haqqında internetdə xüsusi bir məlumat yoxdur. Deməli, İsraildə dünyanın ən sürətli field hospital, yəni sahə hospitalı qurma sistemi var və döyüş bölgəsində saniyələr içində tibbi yardım göstərə bilən ölkələr sırasında birinci yerdədir. Türkiyədə isə Qatar müharibə travmaları, yanıq və reabilitasiya üzrə regionda lider ölkədir. Azərbaycan isə 44 günlük müharibədə çox şey öyrəndi. Bizim həkimlərimiz, tibb bacılarımız, sanitarlarımız, könüllülər bəzən hospitalda yox, döyüş bölgəsinin bir addımlığında həyat xilas elədilər. Son 3 ildə Azərbaycanda protez və reabilitasiya mərkəzləri və bu kimi xidmətlər genişləndirilir. Mütəxəssislərin hazırlanması üçün proses başladılıb, amma təbii ki, biz hələ yolun başındayıq. Yəni bütün bunlar hələ başlanğıc prosesdir. Biz gələcək güc üçün hərbi səhiyyə sistemini planlı, davamlı və elmi əsaslı eləməliyik. Biz döyüş meydanında qələbə qazandıq. Üstündən düz 5 il ötür. İndi isə ölkəmiz üçün deyərdim ki, sağalma dövrüdür. Əskər təkcə döyüş meydanında qorunmur. Əskər həm də müharibədən sonra qorunmalıdır. Güclü dövlət olmaq təkcə torpağı qorumaq deyil. Güclü dövlət olmaq həm də insanı qorumaqdır. Əskəri, veteranı, ailəni, cəmiyyəti. Əgər sən də bunun vacib olduğunu düşünürsənsə, mənim paylaşımlarımı izləyə bilərsən. Biz birlikdə daha sağlam gələcək haqqında danışacağıq. 8 noyabr Zəfər bayramımız mübarək.